Bu videonu narazı qalan bir müştəri üçün çəkirəm. Həm paylaşmaq istəyirəm, həm də ki, həmin xanıma elə bu videonu göndərəcəm, özü də baxsın. Gəlin baxaq nədən narazı qalıb, situasiyonu izah edəcəm, siz də başa düşəcəksiniz. Bu videonu çəkmədə məqsədim odur ki, həm o həmin narazı qalan xanımı anlatsın problemimin, həmçinin bu cür hazırlıqsız, bu prosedura hazır olmayan xanımlar mənim yanıma gəlməsinlər. Gedin başqa ustanın yanından çox xahiş edirəm. Çünki məni həvəsdən salırsınız, mənə öz güvənini öldürürsünüz. Mən ancaq fikir edirəm, mənim müştərim narazı qalmamalıdır. Hər şeyimizin izah olunursa, o narazı qalmamalıdır. Nəysə, gəlin situasiyonu sizə izah edeyim. Söhbət bu qaşdan gedir, bu narazı qalan xanımın qaşıdır. Xanım deyir ki, qaşım tündür. Amma siz gördüyünüz kimi, xanımın öz tükləri qapqaradır. Bunun öz tükləridir. Görürsünüz. Mənim çəkdiyim boya buradadır, forman qaldırmışıq deyə tüksüz yerdə belə görsənir, görürsünüz. Yəni, fakt hal-hazırda mən çəkdiyim boya öz tükdən daha açıq görsənir, yox. Bəli, elənisinədir. Nəzərə almalısınız ki, xanımlar, bizim boyamız sizin tükünüzü rənglənmir. Bizim etdiyimiz prosedur təbii göstərməsi üçün birbaşa öz qaşınızın rəngində olmalıdır. Hətta qaradan tünd olmalıdır ki, buna oxşasın. Amma burada heç tam qaranı işləməmişim, açıq desəm. Tünd qəfəyə 20% qara qatmışam. Nəysə, xanım bu tündlükdən narazıdır. Dediyim kimi, yəni hər şey qaydasındadır. Öz işimiz lazım təhvil vermişəm. Bu tip qaşda belə görsənir. Bu cür xanımlar kim ki hazır deyil prosedura xahiş edirəm, gəlməyin mənim yanıma. Çox xahiş edirəm. Bu cür pul qazanmaq istəmirəm. İndi isə nümunə olaraq başqa bir qaşı isə göstərim. Bu xanımın qaşını isə bir ay əvvəl işləmişəm. Yəni ki, bu həmin narazı olan xanım deyil. Bu elə bir şey nümunədir, tünd qaşın nümunəsidir. Xanım elə bilir ki, ancaq onun qaşı tündə alınıb. Yox, bu xanımın da qaşı gördüyünüz kimi qara olduğu üçün bunu da tündə ilə işləmişəm. Hətta buna kölgə də demişəm, nanoşeydinq prosedurudur. Tüksüz yerə tükləyir, seçilməsin deyə. Bu sağlama nəticəsidir, hələ ki korreksiya olmayıb. Bu qaşı bir ay öncə işləmişəm. Xanım sağ olsun icazə verdiyi üzünü çəkmək. Siz də baxıb fikir bildirə bilərsiniz. Sizcə bu forma yaraşırmı bu xanıma, yoxsa yox? Bu qaşı biz yaxından da baxdığımız halda görə bilirik ki, burada dəndən dızıqlar da var. Görürsünüz, yaxından dəndən dızıqlar var. İyi aralarına yüngülləri kölgə verir. Uzaqdan isə dolu qaş kimi göstərir. Bu nanoşeydinq prosedurudur. Allah bu xanımı yetirdiyi biləcək nümunə kimi, yəni tünd qaş ancaq o həmin narazı qalan xanımda deyil. Kimin qaşı tündsə mən tündə ilə işləyirəm. Siz Allah sizi tünd yaradıb, amma siz gəlib mənim yanıma sarışın olmaq istəyirsinizsə, yenə deyirəm, ustanızı dəyişin, xahiş edirəm, mənim yanıma gəlməyin, mənim havasından salmayın, mənim enerjimi almayın, şükür Allah, mən bütün müştərilərim razı qalırlar. Kim bu prosedura hazır deyil, sadəcə olaraq fikirləşsin, 2 dəfə, 3 dəfə, sonra bu proseduru elətdirsin. Bu qaş dediyim kimi hələ ki sağlamadır. Bir ay keçib, hələ korreksiya olmayıb. İndi korreksiyanın sonra daha da yaxşı olacaq. Sizcə necədir?